dedik ki, sinif, müəllimlər, hörümçək kimilər. Bax, bura fikir verirsiniz, hörümçək kimilər. Dəstə 1, hörümçəklər. Və birdən görürsən ki, sualda deyir məsələn, hörümçəkimlər sinifinin, yox, heç sinif də demir, hörümçəkimlərdə dolayı inkişaf varmı? Bəli, var. Məsələn, amma sən deyirsən ki, nətər hörümçəkdə demədin ki, şeydir, yumurtadan birbaşa şey çıxır, nədir bunun adı? Bala çıxır, sürfə mərhələsi yoxdur, deməli, inkişaf düzünədir, amma biz gənələrdə demişik axı. Gənələr indi deyəcək, gənələrdən sürfə çıxır. Deməli, sinif üçün dolayı inkişaf ola bilər. Amma hörümçəklər dəstəsi isə hamısı düzünə inkişafdır. Niyə? Çünki nümayəndələri kimdir? Xaçlı hörümçəkdir, tarantuldur və qaraqurddur. Hər birinin zəhər vəzsi vardır, təbii ki, zəhər ifraz edirlər. Ən zəhərlisi bunlarda qaraqurddur. Mən həmişə deyirəm ki, qaraqura şeylər həmişə zəhərli olur. Qaraqurd içərisində ən zəhərlidir. Hörümçəkimlər sinifinin ikinci dəstəsi, dəstə 2, əqrəblər dəstəsi. Əqrəblər dəstəsi, bilirsiniz ki, bir sıra xüsusiyyətlərinə görə hörümçəklərdən fərqlənir. Necə? Birinci, qısqacları bunların daha yaxşı inkişaf etmiş qısqaclardır. Daha sonra, qarıncıq axıra qədər buğumludur. Biz axı dedik, hörümçəyin qarıncıq hissəsi buğumsuzdur. Amma bunlarda nədir? Axıra qədər buğumludur və sonda nə əmələ gəlmişdir? Neştər, zəhər neştəri əmələ gəlmişdir. Zəhər vəzi, bax, bu quyruq hissədə yerləşir bunlarda, quyruq tərəfdə yerləşir, amma o birisində hörümçəkdə baş hissədə yerləşirdi. Əqrəblər diri bala doğurlar, diri bala doğma var bunlardan. Bilirsiniz ki, zəhərləri çox güclüdür. Azərbaycanda qara əqrəb, sarı əqrəb, boz əqrəb. Sarı ilə boz əqrəb, qara ilə sarı əqrəb Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Ən zəhərlisi isə qaraqura şeylər olan qara əqrəbdir. Aydındırmı? Bu ikinci dəstəsi idi. Deməli, birinci dəstəsi oldu hörümçəklər dəstəsi, xaslı hörümçək, tarantul, qaraqurd. İkinci dəstəsi olacaq əqrəblər dəstəsi, qara əqrəb, boz əqrəb, sarı əqrəb, ən zəhərlisi qara əqrəb. Üçüncü dəstəsi hansıdır müəllimlər? Dəstə 3. Bövlər. Ay, sağ ol. Olsun bövlər dəstəsi. Bövlərin əslində bədənin biz 3 hissədən ibarətdir deyirdik. Baş, döş qarıncıqdan ibarətdir və qarıncıq ona yaxın buğumdan ibarətdir bunlarda. Amma əqrəblərdə 12 buğum olur. Axıra qədər 12 buğum olur və bunların xeliserləri daha iridir bövlərdə. Bir əsas məsələ var ki, bunlarda zəhər vəzləri yoxdur. Məsələn, əqrəbdir, falandır, zəhər vəzləri var. Amma bunlarda zəhər vəzi yoxdur, amma dişləmələri çox ağrılıdır. Bunlar faydalı hesab olunurlar. Çünki kənd təsərrüfatı zərərvericilərə qarşı, belə deyim də, mübarizədə istifadə olunur. Belə də zərərvericiləri məhv etdikləri üçün belə faydalı heyvan hesab olunurlar. Və ən nəhayət dəstə 4, hansı dəstə? Gənələr dəstəsi. Bilirsiniz ki, gənələr dəstəsində də baş-döş hissə sanki bütöv birləşib bir gövdən əmələ gətiribdir. Xeliserlərlə də pedipalplar birləşib nəyə çevrilibdir? Xortuma çevrilmişdir. Aydındırmı? Xortuma çevrilmişdir. Ümumiyyətlə, gənələrin həm xeyirli, həm də
zərərli nümunələri vardır. Adətən cənə deyəndə elə gözümüzün qabağına zərərli cənələr gəlir. Amma ümumiyyətlə bunlarda torpaq cənələri var. Nə bilim, tor cənələri var, ambar cənələri var. Bilirsiniz ki, qan soran cənələr var, yadınızdadır. Hansılardır? İkzoid, qamazit, arqazit. Yadınızdadır qan soran cənələr. Bunlardan xeyirlisi torpaq cənəsidir. Tor cənələri bitkilərə zərər verir. Məsələn, bitkinin yarpağın üzərini torla örtərək onun fotosintez edici sahəsini azaldır, tənəffüsünü azaldır. Ambar cənələri ambarda olan, belə deyim də, məhsullara ziyan vurur. Qan soran cənələr də adından göründüyü kimi qan soran cənələrdir. Və bunlarda qoturluq cənəsi, əslində bunları bilirsiniz, epidemiologiya bölməsində keçmişdim, yadınızdadırsa. Qoturluq cənəsi, qoturluq xəstəliyini törədirlər, sürfəsi var. Bir də otlaq cənəsi, otlaq cənəsi, bu hansı? Ensefalit virusunun nələridir? Keçiriciləridir. Düzdürmü? Biri var keçirici, biri var törədici. Burada törədici virusdur. Ensefalit virusu törədicidir. Amma otlaq cənəsi nədir? Onu keçirəndir. Düzdürmü? Törədicinin məhv edilməsi nə idi? Dezinfeksiya idi. Keçiricinin məhv edilməsi dezinseksiyadır. Məsələn, desək ki, bəli, ensefalit virusunu yayan otlaq cənəsinin məhv edilməsi keçiricini məhv edir, dezinseksiya. Amma otlaq cənəsinin yaydığı ensefalit virusunun məhv edilməsi isə nədir? Dezinfeksiyadır, deyəsiniz.